Müğənni Leyla Rəhimova boşandığı həyat yoldaşı Zaur Cəlilin özünə və övladlarına məxsus sənədləri ondan almaqda ittiham edir. Axşam.az xəbər verir ki, məsələ ilə bağlı Space xəbərə danışan ifaçı, aidiyyəti qurumlardan ona sənədlərini bərpa etməkdə yardım göstərməklərini istəyib. O iddia edir ki, keçmiş həyat yoldaşı müğənnini valideynlərini ziyarət etmək məqsədi ilə Bakıya gətirib, lakin daha sonra ona və övladlarına aid olan sənədləri götürərək Amerikaya qayıdıb. El Rəhimova bildirib ki, sənədləri eks-həyat yoldaşından istəsə də, Z Cəlil cavabında onları itirdiyini deyib. Leyla uşaqlarına sənədlər almaq üçün aidiyyəti qurumlara müraciət edib. Boşanma Azərbaycanda oldu. Mənə elə gəlir ki, Amerikada hələ də nikahda varıq. Onu dəqiqləyə bilmirəm. Uşaqlarımın doğum haqqında şəhadətnaməsini və öz green kartımı bərpa etmək istəyirəm. Keçmiş həyat yoldaşıma müraciət edəndə dedi ki, sənədləri itirmişəm. Çox istəyərdim ki, mənə kömək olsunlar. Çünki uşağımı burada harasa aparanda sənəd lazım olur. Uşaqlarım demək olar ki, havada qalıblar. Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. 2023-cü ildə o Bakıya qayıdıb. Zaur, evliliyimizin 7-ci ilində ayrılmaq qərarına gəldik. Bu da son, deyə sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib.